Herkese salam, kanalıma xoş gəlmisiniz. Bugün 1 fevral tarixində keçirilmiş Kaspi buraxılış imtahanından riyaziyyat suallarını izah edirəm. 57-ci sual. Deyir ki, A nöqtəsi bu düz xətt üzərində olarsa K-nı tap. Nöqtəni bilirəm ki, birinci yazılan X-dır, ikinci yazılan Y. X-in yerinə -1 qoyacam. Y-in yerinə isə 2 qoyacam. Deməli, qələmi bir dənə götürüm. X-in yerinə qoyuram, deməli -1. K vurulsun -1. Üstə gəl 7 bərabərdir Y, yəni 2-yə. -K üstə gəl 7 2-dir. -K bərabərdir 2 çıx 7-yə, yəni -5-ə. K da bərabərdir 5-ə. Y variantı. 58-ci sual. Rombun perimetri 12 cm, iti bucağı 30 dərəcə olarsa hündürlüyünü tapın. Rombun perimetri bilirəm ki 4A ilə hesablanır. 4A bərabərdir 12. Onda A bərabərdir 3-ə. Bizə alfa bucağı verilib 30 dərəcə. Hündürlüyü tapmağımızı istəyir. H hündürlüyünü bilirəm ki A sinus alfa ilə hesablanır. İndi H bərabər olacaq 3 vurulsun sinus 30 dərəcə. Sinus 30 dərəcədə 2-də 1 aldı. Yəni 3 vurulsun 2-də 1. 2-də 3, o da 1,5'dir, yəni D variantı. 59-cu sual. Sadələşdirin deyir. Baxıram ki, eyni ədədlərin bir dəfə fərqi var, bir dəfə də cəmi var, düzdür. Fərqlə cəmin hasili, yəni A çıx B vurulsun A üstə gəl B. Bu bizə müxtəsər vurma düsturu verir. A kvadratı çıxılsın B kvadratı. Deməli, kökdə 7-nin kvadratı çıxılsın kökdə 2-nin kvadratı olacaq. Burada da kök işarəsi gedir qüvvətlə. Kök altındakı, deməli 7 çıxılsın 2. Cavabımız olur 5. C variantı. 60-cı sual. Bərabərsizliyin neçə tam əlli var deyir. Baxıram ki, mən belə deyirəm uşaqlara ki, modul bərabərsizliyi verilibsə və sağ tərəfdəki ədədimiz müsbətdirsə, baxırım işarə. İşarə kiçik bərabər verilib. Onda 2 qat bərabərsizliyi ilə həll edirik. Yəni, birinci X yazıram ortaya. 2 qat bərabərsizliyi qururam. Sağ tərəf müsbət 5, sol tərəfdə -5. Bizə də necə tam həlli var. X burada hansı intervala aiddir? -5-dən 5-ə. Altından xətt çəkildiyi üçün kvadrat mötərizədə yazırıq. Bu intervalda necə tam ədəd var? Tam ədədlərin sayını tapmaq üçün 5-dən çıxırıq -5-i. Hər ikisi kvadrat mötərizədə olduğu üçün üzərinə 1 əlavə edirəm. Yəni hər ikisi daxildir. Bu da olur 11. Tam ədədlərinin sayı da 11'dir. 61-ci sual. Orta xəttlərindən biri 7 cm olan 3 bucağın perimetrinin ən kiçik tam qiymətini tapın. Deməli, mən burada bir dənə 3 bucaq çəkirəm. Əgər 3 bucağın orta xəttlərindən biri 7-dirsə, bir dənə orta xətt çəkək. Bura olsun 7. Orta xətt 7-dirsə, hansı tərəfə paralel çəkilibsə, yəni burada oturacağa paraleldir. Onda oturacaq 7-nin 2 misli olacaq. 7 vurulsun 2, yəni 14 cm. Oturacağı götürdüm 14 cm. İndi mənə deyir, perimetr ən kiçik qiymətini alsın. Perimetrin ən kiçik qiymətini alması üçün yan tərəflər burada ən kiçik qiymətini almalıdır. Mən ən kiçik olması üçün hər ikisini də bir-birinə bərabər götürürəm. Hər iki yan tərəfdə A olsun. Mən bərabər yanlış bucaq götürdüm, çünki ən kiçik olsun deyir. İndi perimetrin ən kiçik qiymətini tapmalıyım. Düzdür, yəni tərəfin A-nın ən kiçik qiymətini tapacağım. Mən bilirəm ki, bütün üç bucaqlarda mən üç bucaq bərabərsizliyini tətbiq edə bilərəm. Yəni, burada oturacaq neçədir? 14. Yazıram ki, 14 kiçik olmalıdır digər iki yan tərəfin cəmindən. A üstə gəl A-dan və onların fərqindən də böyük olmalıdır. Burada onsuz da aydındır ki, fərqi sıfırdır, sıfırdan böyükdür. Onda mən bu tərəfə baxmasam da olar. 14 kiçikdir 2A-dan. Mən bu ifadəni aldıqdan sonra, deməli, məndən perimetr istəyir. Perimetr 14 üstə gəl, A üstə gəl A, yəni 2A-ya bərabərdir. Burada perimetrin ən kiçik qiymətini istəyir, düzdür. Mən də bilirəm ki, burada yazmışam. 2A, buradan yazaq. 2A böyükdür 14-dən. İndi mənə 2A üstə gəl 14 lazımdır, düzdür. Burada həm sol, həm də sağ tərəfə 14 əlavə edirəm. Belə yazıram. 2A üstə gəl 14
böyükdür 14 üstəgəl 14-dən. Buradan da nə alınır? 2a üstəgəl 14 böyükdür 28-dən. 2a üstəgəl 14 məndə nədir? Perimetr. Yəni perimetr 28-dən böyük olmalıdır. Və burada da perimetrin ala biləcəyi ən kiçik qiymət 28-i ala bilmədiyi üçün 28-dən sonra gələn qiymət, yəni 29-dur ən kiçik tam qiyməti. A variantı. 62-ci sual deyir ki, diametri 9 cm olan çevrənin uzunluğunu tapın. Çevrənin uzunluq düsturu 2 pi r və yaxud da elə pi d-dir, yəni diametr. İndi pi vurulsun, diametr 9-dur, yəni 9 pi c olacaq. 63-cü sual. Bakıdan hərəkətə başlayan maşın 64 km/saat sürətlə hərəkət edərsə, Gəncəyə 6 saata çatar. Deməli, 64 sürətlə 6 saata çatır. Deyir ki, eyni yolu, yəni məsafə dəyişmir. Maşın 4 saata getməsi üçün sürətin nə qədər olmalıdır? Sürətin altından sürət yazılır da bilirsiniz. Buraya yazıram x. X-a görə neçə saata getsin deyir? 4 saata. İndi mən burada sürətin zamandan asılı olan tənasübünü yazmışam. Sürətin düsturu S bölünsün T-dir. Baxıram ki, sürət zaman ilə tərs asılıdır. Onda bu mütənasiblik tərs mütənasiblikdir. Onda mən düzünə vuracam. Yəni 64-ü vururam 6-ya. 64 vurulsun 6 bərabərdir x vurulsun 4-ə. Buradan da x bərabərdir 64 vur 6 böl 4. 64'ü 4'e ixtisar aparanda, deməli burada 16 alınır. 16'ını da 6'ya vuranda 96. Cavabımız olacaq C variantı. 64-cü sual. İfadənin qiymətini tapın deyir. Burada sürətdə A kubu çıxılsın, B kubu yazılıb. A kubu çıxılsın, B kubunu müxtəsər vurma düsturuna mən bilirəm ki, A çıxılsın, B vurulsun, A-nın kvadratı üstəgəl AB üstəgəl B kvadratı şəklindədir. İndi burada məxrəcdə də yazılıb ki, gəl məxrəcdə yazaq da onda buradan. Deməli, A kvadratı üstəgəl AB üstəgəl B kvadratı yazılıb. Məxrəci indi olduğu kimi yazsam, məxrəcdə və sürətdə olan ifadə görürəm ki, eynidir. Onda ixtisar gedəcək. Burada vuruqlarım ixtisar getdi. Geriyə qaldı sadəcə A çıxılsın B. Deməli, mən A çıx B-ni tapmalıyam. A-nın qiyməti 0.5-dir. B-nin də qiyməti 0.3-dür. Fərqini istəyir. Fərqi də 0.2-dir. Yəni Y variantı. 65-ci sual. A və B düz xəttləri paraleldir. Və burada baxıram ki, üçüncü bir düz xətt var. Deyir ki, alfa 50 dərəcədir. Bettanı tap. Baxıram ki, bunlar daxili bir tərəfli bucaqlardır, düzdür? Yəni alfa üstəgəl bettanın cəmi olmalıdır 180 dərəcə. Alfa 50-dir. 50 üstəgəl betta 180 olmalıdır. Onda betta da olacaq 130 dərəcə. Yəni B variantı. 66-cı sual. Tənliyin köklər fərqinin modulunu tapın deyir. Burada baxıram ki, kvadrat tənliyi çevrilmiş kvadrat tənlikdir. Çünki x kvadratın əmsalı 1-dir. Deməli, mən burada Viet teoremini tətbiq edə bilərəm. Viet'ə görə x1 və x2-nin hasili sərbəst həddi, yəni -8-dir. x1 və x2-nin cəmi -b-dir. Burada b -7-dirsə, əksi də olacaq 7. Mən buradan ədədləri görə bilirəm. Çünki hasili nədir? -8. Hasili -8 olması üçün ədədlərim olacaq 8 və 1. Amma mənfi olması üçün biri ya -8, -1 ya da ki, müsbət 8, -1 olacaq. İndi mən baxıram ki, aşağıda cəm müsbət 7 olmalıdır. Onda burada müsbət 8 və -1 olacaq. Tənliyin kökləri 8 və -1. Deyir ki, fərqinin modulunu tap. Yazıram 8 çıxılsın, -1 modulda. Bu da olacaq neçə? 9. Yəni D variantı. 67-ci sual. Mərkəzi O nöqtəsində olan çevrədə AC qövsünün dərəcəsi 64 dərəcə olarsa, BAC bucağını tapın. Deməli, baxıram ki, AB diametrdir. Onda burada, bax bu AB qövsü neçə dərəcə olacaq? 180 dərəcə. Əgər AC 64-dürsə, CB qövsüm 180 dərəcə çıxılsın 64-dür. Yəni 116 dərəcədir. 116 dərəcə.
BAC bucağı daxilə çəkilmiş bucaqdır. Bucaq BAC söykəndiyi qövsün, yəni 116-nın yarısı olacaq. Bu da 58 dərəcədir, yəni Y variantı. 68-ci sual. Deyir ki, üçbucaq ABC'də BN və CM tən böləndir. MAK 35 dərəcədir. BKC bucağını tapın. İndi burada deyir ki, BM və CM tən böləndir. Deməli, bu iki dənə tən bölən hansı nöqtədə kəsişir? K nöqtəsində kəsişir. Və fikir verin, buradan AK çəkilibdir. Deməli, bu AK, bunu qırıq-qırıq uzatsam, yəni gəlir BC oturacağını çəkilib, düzdür? Əgər buradakı AK düz xətti də K nöqtəsindən keçirsə, deməli, AK-nın özü də tən böləndir. Nəyə görə? Çünki əgər BN və CM hər ikisi tən bölən olur, bir nöqtədə kəsişirsə, deməli, bu K nöqtəsi tən bölənlərin kəsişmə nöqtəsidir. Və tən bölənlərin kəsişmə nöqtəsindən AK düz xətti də keçirsə, deməli, AK da nə imiş? Tən bölən imiş. Tən bölən. İndi tən böləndir. MAK bucağı 35-dirsə, deməli, KAN də 35 dərəcədir. Çünki tən böləndə axı, yəni biri 35-dirsə, digəri də 35-dir. Onda belə yazaq da, bucaq KAN də 35-dir. O zaman bizim, deməli, bucaq A, yəni bütöv neçə olacaq? Bucaq A 35 və 35-in cəmidir, yəni 70 dərəcədir. Məndən istəyir BKC bucağını. Bucaq BKC bərabər olacaq nəyə? Yazıda saxlayın. Biz belə bir qayda keçmişdik ki, üç bucağın iki qonşu təpə nöqtəsindən çəkilmiş tən bölənlər bir nöqtədə kəsişir və həmin kəsişmə nöqtəsində alınan bucaq BKC 90 üstə gəlinsin təpə bucaq A-nın yarısı. Bax, bu düsturla hesablanırdı. Yəni, 90 üstə gəl, bucaq A 70-dir. 70-in yarısı da 35-dir. 90 və 35-in cəmi də 125 dərəcə B variantı. 69-cu sual. 2 ədədinin tərsi ilə əksinin cəminin modulunu tap. 2-nin tərsi 2-də 1-dir. 2-nin əksi isə mənfi 2-dir. Deyir ki, cəminin modulunu tap. Yazıram, üstə gəlinsin. Yəni, toplayıram bunları. Modulda deyir, modulda yazıram. Modulda 2-də 1 çıxılsın 2. Yəni, modulda mənfi 1 tam 2-də 1. Bu da modulda müsbət çıxacaq. Müsbət 1 tam 2-də 1. Onlu kəsirlə də 1 tam 10-da 5. A variantı. 70-ci sual. Düz xətlərin kəsişmə nöqtəsinin koordinatlarını tapın. Yadınızda saxlayın. Bu, buraxılışa çox düşə bilən sualdır. İki düz xəttin kəsişmə nöqtəsini istəyirsə, y-ləri bərabərləşdirin. Yəni, bizə verilən funksiya 3x çıx 1 bərabərdir digər funksiyanı yazılır. Mənfi 2x üstə gəl 9. İndi, buradan mənfi 2x keçir digər tərəfə. Olacaq nə? Müsbət 5x, yəni 3x üstə gəl 2x, o da 5x. 9, mənfi 1 keçir digər tərəfə üstə gəl 1 olur. Bu da 10. 5x 10-dursa, x da 2-dir. Deməli, kəsişmə nöqtəsinin x koordinatı 2-dir. Y-ni tapmaq üçün də gətirib yerinə qoyursunuz. Y bərabərdir. 3 vurulsun. X-in yerinə yazırsınız 2-ni. Çıxılsın 1. Bu da olur 5. Deməli, x 2-dir, y də 5-dir. 2, 5 nöqtəsində düz xəttlər kəsişir. Koordinatların cəmini istəyir. 2 və 5-in cəmi də 7-dir. Yəni, Y variantı. 71-ci sual. Bir hədlisinin qüvvəti əmsalından 5 dəfə çox olarsa, N-i tapın. Bir hədlinin əmsalı nədir? 2. Əgər bunun qüvvəti 2-dən 5 dəfə çoxdursa, gəlin tapaq görək neçədir? 2 vurulsun 5, 10-dur. Deməli, bu 10 nədir? Bir hədlinin qüvvəti. Bir hədlinin qüvvəti 3 üstə gəl, 4 üstə gəl, N çıxılsın 4-dür. Deməli, mən bunu neçəyə bərabər eləyirəm? Tapdığım 10 ədədinə. Bərabər də 10 yazıram. Müsbət 4 çıxılsın 4, islah getdi. 3 üstə gəl, N 10-dur. N də bərabərdir, 10 çıxılsın 3, yəni 7, C variantı. 72-ci sual. A və B çoxluqları üçün A, B-nin alt çoxluğu olarsa, A-nın sayı 7, B-nin sayı 13 olarsa, A və B-nin birləşməsindən A-nı çıxın və sayını tapın. Gəlin Euler Venn diaqramında yazaq. Deyir ki, A, B-nin alt çoxluğudur. Deməli, mən bir dənə B çoxluğu çəkirəm, bir dənə də içində A çoxluğu göstərirəm. Çünki A, B-nin alt çoxluğudur deyir. İndi, A-nın elementlərinin sayı 7-dir. İçinə yazaq bura 7. Yəni, 7 dənə elementi var.
B-nin elementlərinin sayı 13'dür. 7'sini göstərmişəm də burada artıq 7 dənəsi A-nın içindədir, həm də B-nin içindədir. İndi B-nin ümumi sayı neçə olmalıdır? 13. 7'si içində varsa, deməli geri qalan 6 dənəsi də bu halqadadır. İndi bu halqa da nədir bizdə? B fərq A-dır, düzdür. Deməli B fərq A-nın sayı neçəymiş? 6. Mənə deyir ki, nəyi tap? A və B-nin birləşməsindən A-nı çıx. A və B-nin birləşməsi, yadınızda saxlayın. Əgər A, B-nin alt çoxluğudursa, deməli alt çoxluğudursa, A və B-nin birləşməsi elə böyük olandır. Yəni burada hansı daha böyükdür? 13'düzdür B çoxluğu. Birləşməmdə 13'dür, yəni B çoxluğuna bərabərdir. Deməli bizdən nəyi istəyir? N, A və B-nin birləşməsinin əvəzinə ilə B yazıram. B fərq A. Mən də B fərqanı tapmışam. Baxın, burada yazmışam. B fərqanı neçədir? 6. Cavabımız elə nə olacaq? 6. 73-cü sual bərabərsizliyinin ən böyük tam həlli ilə ən kiçik tam həllini tapın deyir. Baxıram ki, rasionaldır, düzdür? Rasional kəsir, yəni rasional bərabərsizliyidir. Və mən də bilirəm ki, rasional bərabərsizliyi həll etmək üçün interval üsulundan istifadə edirəm. Deməli, interval üsulu üçün də bir dənə xətti mən təzədən seçim, bayaq əyri oldu. Deməli, baxıram ki, burada həm sürəti, həm də məxrəci. X çıx 5-i də 0-a bərabər eləyirəm, tənliyin kökünü tapıram 5. Həm də x üstə gəl 4-ü 0-a bərabər eləyirəm, tənliyin kökünü tapıram -4. -4 və 5. Burada qeyd edirəm. İndi baxıram ki, deyir ki, kiçikdir və ya bərabərdir. Bərabərdir işarəsi olduğu üçün içini dolu dairə ilə göstərirəm. Sadəcə -4'ü deməli içi dolu olmayacaq. Nəyə görə? Çünki məxrəc 0-a bərabər ola bilməz. Yəni -4'ə bərabər ola bilməz. Daha sonra indi intervallarımı burada göstərim. Bizə nə deyir? Kiçikdir, bərabərdir. Yəni mənfi olsun. Mən də bilirəm ki, sağdan sola doğru hər zaman müsbət, mənfi, müsbət kimi gedir. Mənfi olan hissə haradır? -4, 5. -4 yumru mötərizə, 5 kvadrat mötərizə. Bizə deyir ki, bərabərsizliyin ən kiçik tam həllini tap. Ən böyükün ən kiçik cəmini. Burada ən böyük 5'dir. Ən kiçik -4 yox. -4'dən sonra əl doxunda neçə gəlir? -3. Deməli, -3'ü götürürüm. 5 üstə gəl, -3. Bu da olacaq 2. 74-cü sual. X, Y, Z nisbəti 3, 4, 5 olarsa, 2x üstə gəl, Y 26'dırsa, Z'yi tapın. Burada X bərabərdir 3K'ya. Y bərabərdir 4K'ya. Z də bərabərdir 5K'ya. 2 vurulsun X, yəni 2 vurulsun 3K. Üstə gəl Y, 4K. Bərabər 26'dır. Yəni 6K üstə gəl, 4K 26'dır. Yəni 10K bərabər 26. Buradan da K'nı tapıram. 2 tam 10'da 6. Bizə deyir Z'yi tap. Z də 5K'dır. Yəni 5 vurulsun 2 tam 10'da 6. Bu da 13'e bərabərdir. 75-ci sual. Hipotenuzu 12 cm olan düzbucaqlı üç bucağın xaricinə çəkilmiş çevrənin radiusunu tapın. Düzbucaqlı üç bucağın deməli xaricinə çəkilmiş çevrənin radiusu, yəni böyük R C böl 2 düsturu ilə hesablanır. Burada C, yəni hipotenuzun neçədir? 12. 12 bölünsün 2, bu da elə 6'dır. 76-cı sual. Tənliyinin 2 bərabər kökünün olması üçün P parametrin ala biləcəyi qiymətlərin cəmini tap. Tənliyin 2 bərabər kökünün olması üçün diskriminant 0-a bərabər olmalıdır. İndi gəlin yazaq. P kvadratı çıx 4 vurulsun A, yəni 1 vurulsun C. Burada C nədir? Sərbəst. Sərbəst nədir? X olmayan. Çaşıb 3 yazmayın ha bura. Sərbəst X olmayandır. Yəni P üstə gəl 3 bizdə sərbəstdir. Vurulsun P üstə gəl 3 yazırıq. Bərabərdir, deməli 0-a. P kvadratı çıxılsın 4P çıxılsın 12 bərabərdir 0. Burada da tənliyin köklərinin, yəni P1 və P2'nin cəmi nədir? Mənfi B. B mənfi 4'dürsə, əksi də nə olacaq? 4. Mənə deyir P'nin alacağı qiymətlərin cəmini tap. Cəmdə neçə oldu elə? 4. 77-ci sualda DY-ni tapın deyir. Baxıram burada 2 dənə vətər kəsişir. Vətərlər kəsişəndə biz burada bir xassə keçmişdik ki, AY vurulsun YB bərabərdir
CY vurulsun YD. İndi AY'nin uzunluğu 8. 8 vurulsun YB 3'tür. CY 2'dir. YD'ni soruşur. Burada x yazıram. Burada da her tarafı 2'ye bölsəm 1, 2'ye bölsəm 4. 4 vurulsun 3. X neçəymiş? 12. İndi isə keçirik həlli tələb edilən ətraflı suallara. 78-ci suala başlamazdan əvvəl sizdən kiçik bir xahişim var. Əgər hələ də kanalıma abunə deyilsəniz, kanalıma abunə olsanız çox sevinərəm. Hətta mümkün olsa yaxınlarınıza, tanışlarınıza da kanalımı tövsiyə etsəniz çox sevinərəm. Çünki bu sizin üçün kiçik bir addımdır, amma mənim üçün böyük bir motivasiya mənbəyidir. Hər birinizə indidən təşəkkür edirəm və 78-ci sualı başlayaq. P çoxhədlisinin əmsallar cəmini tapın. Deməli, burada P çoxhədlisi soldakı 125x kubu çıxılsın 27 ifadəsinin bir vuruğudur. Eyni qaydada 5x çıx 3də bir vuruqdur. Və fikir versəz, 5x'in kubu bizə nə verir? 5x'in kubu. Solda 125x kubu yazılıb. Baxın, elə 125x kubunu verir. Həmçinin 3'ün kubu bizə nə verir? 27'ni. Deməli, burada 125x kubu çıx 27'ni kublar fərqi müxtəsər matüstürü var idi. Ha, bax, onunla asılışını yazıbdılar. İndi gəlin biz yazaq. 125x kubu çıx 27'ni müxtəsər vurma düsturuna əsasən açaq. Belə yazaq da 5x'in kubu çıx 3'ün kubu. Aşağıdan yazıram. Necə olacaq? 5x çıx 3 vurulsun. Deməli, 5x'in kvadratı, yəni 25x kvadratı. Üzərinə gəlinsin 5x vur 3, 15x. Üzərinə gəlinsin 3'ün kvadratı, yəni 9. Deməli, P çoxhədlisi bərabərdir nəyə? 25x kvadratı üstə gəl 15x üstə gəl 9. Bizə deyir ki, P çoxhədlisinin əmsallarının cəmini tap. Hər hansı bir çoxhədlinin əmsallarının cəmini tapmaq üçün dəyişənin yerinə 1 qoyuram. Yəni, belə yazaq da, bu Px çoxhədlisidir. X-in yerinə 1 qoyuram, əmsalların cəmini tapıram. 25 üstə gəl 15 üstə gəl 9. Bu da olacaq neçə? 49. Deməli, əmsallarımın cəmi 49-dur. 79-cu sual. Əbob 4, A vur B 112 olarsa, A üstə gəl B cəmini tapın. Gəlin belə yazaq. Deyir ki, A və B-nin əbobu 4'dür. Yəni, həm A ədədinin, həm də B ədədinin tərkibində 4 vuruğu var. 4 vurulsun X yazıram A üçün, B üçün də 4 vurulsun Y yazıram. Çünki ortaq vuruqlar, yəni ən böyük ortaq vuruğun hasili 4'dür də. Çünki əbob nədir? Ortaq vuruqların hasili. Deməli, 4 vurulsun X-ə 4 vur Y kimi yazıram. X və Y burada ortaq olmayan vuruqlardır. İndi mən C keçmişdik. Biz C nə idi? Ortaq olmayan sadə vuruqların hasili. Burada C nə olacaq? Ortaq olmayan X və Y-dir. Deməli, X və Y-in hasili bizdə C-dir. Ortaq olmayan sadə vuruqların hasili. Biz əbobun düsturundan biz bilirik ki, əbob AB bərabərdir. Kök altında, yəni ya da belə yazaq, əbob AB-nin kvadratı. A vurulsun B bölünsün C ilə hesablanır. Buradan da yerinə qoysaz, əbobun kvadratı 16 bərabərdir. A vurulsun B 112 böl C. C də neçədir? 112 böl 16, yəni 7. C 7'dir. 7 də sadə ədəddir. Yəni 7 yalnız 1 vurulsun 7 kimi yazılır. Onu gətirib yerinə qoysam, X-in yerinə 1 qoyuram, olacaq 4. Y-in yerində 7 qoyuram. 4 vur 7, 28. A və B-nin cəmi də 4 üstə gəl 28, 32'ye bərabərdir. 80-ci sual. X üstə gəl Y cəmini tapın deyir. Bu sualı tam kvadrat ayırmaqla yazırıq. Tam kvadrat ayırmağı öyrətmişdim ki, dəyişənin qüvvəti 1 olan və burada 10x-dir, bir də 2y-dir. Həmin əmsalları 2'ye bölürsünüz. 10 böl 2, bir də 2y-in də əmsalı 2'dir. 2 bölünsün 2. 1 və 5. Deməli, burada x kvadratı çıx 10x-i göstərəcəm. X çıxılsın 5'in kvadratı kimi. Y kvadratı üstə gəl 2y də Y üstə gəl 1'in kvadratı kimi göstərəcəm. İndi fikir versəz, bunun asılışı necədir?
x kvadratı çıx 10x üstə gəl 25-dir. Y üstə gəl 1'in kvadratı da y kvadratı üstə gəl 2y üstə gəl 1 şəklindədir. İndi fikir versəz, mən bu ifadələri toplasam alt-alta nə alınır? Deməli, x kvadratı çıx 10x üstə gəl y kvadratı üstə gəl 2y üstə gəl 26 alınır. Baxın, elə bu 26 alınır burada. Yəni bu iki ifadənin cəmi x çıx 5'in kvadratı üstə gəl y üstə gəl 1'in kvadratı bərabərdir nəyə? 0'a. Mən də bilirəm, hər hansı bir, yəni qüvvət burada cütdür də, baxın. Cüt dərəcə olanda qüvvət, hər iki ifadə yalnız müsbət ola bilər. Müsbət ədədlərin də cəmi 0 verə bilməz. Ona görə hər ikisini 0'a bərabər eləyirəm. 0 üstə gəl 0 kimi yazacağım. X çıx 5 də 0 olmalıdır. X bərabər 5. Y üstə gəl 1 də 0 olmalıdır. Y bərabər -1. Bizə deyir x və y-in cəmini tap. Yəni 5 üstə gəl -1 olacaq 4. -81-ci sual. Bərabər yanlı trapesiyanın daxilini çevrə çəkilmişdir. Trapesiyanın oturacaqları 18 və 8 cm olarsa hündürlüyünü tapın. İndi fikir verin, trapesiyanın daxilində çevrə var. Yəni çevrənin xaricinə dördbucaqlı çəkilib. Biz də bilirik ki, çevrənin xaricinə dördbucaqlı çəkilibsə, onun, yəni dördbucaqlının qarşı tərəflərinin cəmi bir-birinə bərabər olmalıdır. Və bu trapesiya bərabər yanlı olduğu üçün yan tərəflər biri A-dırsa, digəri də A-dır. İndi qarşı tərəflərin cəmi A üstə gəl A, 8 üstə gəl 18 olmalıdır. Yəni 2A 26'dır, A da 13'e bərabərdir. Deməli, yan tərəf 13'dür. Hündürlüyünü tapmaq üçün bir dənə hündürlüyü çəkirəm. Aha, hətta gəl 2 dənə çəkək hündürlüyü. İndi yuxarıdakı oturacaq, yəni kiçik oturacağım 8'dir. Bu da 8'dirsə, bərabər yanlı olduğu üçün, bax bu kiçik parçalar bir-birinə bərabərdir. İndi 18'dən 8'ini çıxdım, düzdür? Nə qaldı? 10. Yəni, gəl belə yazaq da, bura x-dırsa, burada x, düzdür? Bu x-ların cəmi 18 çıx 8, yəni 10'a bərabərdir. X-da neçəymiş? 5. Deməli, burada alınan kiçik bir üçbucağa baxsaz, düzbucaqlı üçbucağa baxsaz, deməli, bura h-dır hündürlüyümüz. Yan tərəf 13'dür. X-i də tapmışam ki 5'dir. Onda h-ın kvadratı üstə gəl 5'in kvadratı bərabərdir 13'ün kvadratına. H kvadratı bərabərdir 144. H da bərabərdir 12. Hündürlüyüm də neçə olur? 12 cm. Bugünlük bu qədər uşaqlar. İzlədiyiniz üçün təşəkkür edirəm. Siz də hansı dərs izahlarının və ya test izahlarının gəlməyini istəyirsinizsə, şərhlər bölməsində qeyd edə bilərsiniz. Videonu bəyənmək və kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək hələlik.